Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov həftəlik protokol verilişinin növbəti buraxılışını təqdim edirəm. Verilişimizə keçməmişdən öncə Futbol Ofisi TV-nin YouTube kanalına abunə olun. İzlədiyiniz videoları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin. Sizdən bunu xahiş edirik. Biz də sizin bəyənmənizdən, abunə sayının artmasından asılı olaraq fərqli layihələrlə görüşünüzə gələcəyik. Bugünkü müzakirəmiz son günlərinin ən aktual mövzularından birinə çevrilən Turan Tovuzun Avrokuboklardan kənarda qalması ilə bağlı məsələdir. Bildiyiniz kimi 2019-cu ildə oyun alqı-satqısı məsələsinə görə o dövrdə kluba UEFA tərəfindən deyilənlər belədir. İndi bunu tam dəqiqləşdirəcəyik. Məktub gəlib və bir sıra futbolçuları futboldan ömürlük uzaqlaşdırılıb və kluba da deyilənə görə Avrokuboklardan 10 il müddətinə hətta belə bir söhbət var idi, kənarlaşdırılıb. Bu məsələni müzakirə etmək istəyirik. Yəni çünki nə Turan Tovuz tərəfi, yəni rəhbərliyi, klub prezidenti və yaxud da fərq etmir, icraçı direktoru və s. yəni nə çıxıb normal bu məsələ barədə açıqlama verirlər, nə də ki AFFA tərəfindən, Futbol Federasiyası tərəfindən bununla bağlı yekun bir izah edici, maarifləndirici bir məlumat vermirlər. Biz də azarkeşləri də təbii ki, əziz tamaşaçılar, qınaya bilmərik. Sizləri qınamaq olmaz. Siz də hər yerdən çıxan bir səsə, bir argumentə fərqli reaksiyalar göstərirsiniz. Odur ki, bu məsələni təbii ki, bu işin peşəkarına soruşmaq istədik. Ona görə də tanınmış idman hüquqşünası və həm də deyərdim ki, tanınmış FIFA agenti, rəsmi FIFA agenti Elcan Həsənli ilə müzakirə edəcəyik. Elcan bəy, xoş gördük. Çox sağ olun Elçin bəy, mən təşəkkür edirəm dəvətinizə görə. Necəsiz, nə var, nə yox? Şükür, hər şey əladır. YouTube kanalınızı da xeyirli uğurlu olsun. Çox sağ olun. Verilişiniz də uğurlu olsun. İnşallah davamlı izlənilsin. Təşəkkür edirik, çox sağ olun. Elə başlayaq bu məsələnin tarixçəsinə gedək. Mən istərdim ki, bu məsələnin tarixçəsi ilə bağlı Elcan Həsənli bir detallı məlumat versin və bunun yaradan səbəb və bu səbəbdən kimlər qaçdı və bu səbəb niyə tək ortada qaldı və bu məsələni KAS-a müraciət edərkən bilə-bilək ki, bu məsələdə istənilən, çünki ortada bir argument yoxdur, yəni siz də bir beynəlxalq tanınmış idman hüquqşünası olaraq, siz də 2019-cu ildə bir məktub olmalıdır ki, o əsasında KAS-a müraciət edib, deyəsiniz ki, ay KAS budur, 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 buna görə bu məsələdə güzəştə gedilməlidir. Nəyə görə gedib o qədər xərc çəkib Kataloniyalı, İspaniyalı, belə deyək, idman hüquqşünası tutulurdu. Elə Azərbaycanda sizin kimi peşəkar dünya səviyyəli idman hüquqşünasları olarkən. Buna bir detallı bir giriş verin və söz Elcan Həsənlidir, daha detallı Elcan müəllim açıqlama verəcək. Çox sağ olun Elçin bəy. Deməli, mən belə deyim də, mən ilk növbədə bu işin detalları ilə bağlı mediadan məlumatlıyam. Mediadan və AFFA-nın rəsmi saytından. Yəni bizim istinad edəcəyimiz nöqtələr əvvəlcədən deyək ki, hər kəsə də aydın olsun. Bəli. İşin məhkəmə işi ilə bağlı yalnız mediada çıxan hissəsi ilə bağlı məlumatdır. Mediada çıxan hissəsi nədir? Deməli, Tovuz Turan Futbol Klubu özü bəyanat yayarkən link yerləşdirdi və biz o linkə girdik, baxdıq ki, 2019-cu ildə AFFA-nın qərarı ilə oradan tanış olduq. Aha. Və həmin qərarda bir neçə oyunçular var idi və 7 oyunçusu birbaşa olaraq futboldan, ömürlük futboldan uzaqlaşdırılmışdı və orada da bildirilir ki, bu futbolçuların danışılmış oyunda iştirakı bir növ AFFA tərəfindən təsdiqlənib və buna görə də bu şəxslər, belə deyim, ömürlük futboldan uzaqlaşdırılır və belə bir qərar idi. Və bu 2019-cu ildə verilmiş bir qərar idi. Və sonradan isə belə deyim, klub bir bəyanat yaydı və klub bəyanatı da bir növ rəsmi olaraq UEFA-nın belə deyim, bu qərarı artıq təsdiqlənəndən sonra çıxıldı. İlk növbədə bunu qeyd edək ki, hansı ki UEFA-nın rəsmi saytında da yerləşdirilmişdi. Bu UEFA-nın apellyasiya komitəsinin qərarı idi. Yəni bundan əvvəl zaten disiplin və intizam komitəsinin qərarı var idi və bu barədə klubun təxminən bir ay ki, bu məsələdə məlumatı var idi. Yəni Turan Tovuzun 3 iyunda açıqlanıb da, səhv eləmirəmsə. May ayından xəbəri var idi.
Demək olar, bəli, demək olar. Çünki orada Klub, yəni may ayından xəbəri vardı, sadəcə ora ictimaiyyətə, azarkeşlərə bu barədə bəli, məlumat ictimaiyyətə verildi. sadəcə bu barədə məlumat verildi. verilmirdi. Çünki o qərar disipliner intizam komitəsinin qərarı deyildi, apellyasiyanın qərarı idi. Bəli, Deməli, bəli. birinci instansiyanın qərarı olub, Ora klub buna gəlir, etiraz bəli. eləyib, iş Bəli, gedib bəli. apellyasiyaya. Bu elementar məntiqdə prosedura var. Əlbəttə. Apellyasiya eləyib və apellyasiyanın yekununda artıq yekun qərar verilib və ona görə də apellyasiyanın qərarını İdman Alış-Veriş Məhkəməsi kassa biz apara bilirdi. Aha, bəli, Və bəli. prosedura olaraq belədir, qayda olaraq belədir. Və belə deyim, və biz o qərarı da açanda, UEFA-nın rəsmi qərarını da açanda gördük ki, UEFA nəyi bildirdi? Bildirdi ki, Konferans Liqasının qəbul edilmə şərti var, 4-cü maddəsi və bir klubun Konferans Liqasında iştirak etməsi üçün UEFA-nın lisenziyasını almağı ilə bərabər Konferans Liqasının reqlamentinə uyğun olaraq tələblərə cavab verməlidir. Bir məna, Bəli, bəli, o tələblərə tələblər cavab- olmalıdır, Bəli. Həmin uyğunluq tələblərindən biri də son 10 il ərzində birbaşa və ya dolayı yolla danışılmış oyunda iştirak etməməlidir klub. Və birbaşa və dolayı yolla. Aha, Və son 10 ildə. Son 10 ildə. Neçənci ildir vəzifə qazanıb? 26-27 mövsümünə 2016-dan 26-ya qədər 26-ya qədər bir period dövrü yoxlayır. yoxlayır, bəli. Bəli. Və bu da gəlir 2019-a çıxır. 2019-a çıxır və bildirilir ki, bu elə bir ki, bu uyğunluq tələbinə siz cavab verə bilmirsiniz və biz ona görə sizi 1 il müddətinə bu il Konferans Liqasında iştirakdan məhrum edirik. Və qərarın Bəli, bəli. qısa, çünki qərarın əsaslandırılmış mətni yoxdur, sadəcə konkret nəticə hissəsi göstərilmişdi UEFA-nın rəsmi saytında. Və bundan sonra da təbii ki, klub dərhal şikayət elədi İdman Alış Məhkəməsi. İdman Alış Məhkəməsi də baxdı işə və burada qərarın mahiyyətinin icrasının dayandırılması, çünki bu sürətli proseslərdir. Çünki qərar artıq püşk atılırdı. Ona görə kassa buna tez bir zamanda qərar verir. Görürsüz, püşkdən 1 ya 2 gün əvvəl bu qərar açıqlandı. bəli, Ki bəli. kassa onu bilir ki, proses, yəni burada gec qərar verə bilməzdən mahiyyət üzrə müddət gedir. Zaman gedir və baxdılar və mahiyyəti üzrə qərarı da verdilər və qüvvədə də saxladılar. Gəlin biz mənim illərdir danışılmış oyunlarla bağlı belə deyim, AFFA-nın apardığı mübarizəni mən həmişə alqışlayıram. Ümumiyyətlə Əlbəttə, hər danışılmış birimiz alqışlayırıq. oyuna qarşı mübarizə çox Olmalı, kəskin şəkildə çox olmalıdır. gözəldir, bəli. Çünki futbolun bir növ xərçəng xəstəliyi kimi bir şeydir. Bunu vaxtında müalicə eləməsən bu yayılacaq və bu futbola da bizim Metastaz baxmamıza verəcək. və ehtiyac yoxdur da yəni. Bəli, bəli. Və ona görə də çox yaxşı olaraq mütəmadi olaraq bu proseslər aparılır. Yəni kimlər burada iştirak edirsə ömrü uzadılır. Amma aparılmayan və edilməyən ən böyük belə bir növ problemli məsələ odur ki, bu məsələləri komitələr, xüsusilə də İntizam Komitəsi düzgün şəkildə sənədləşdirmir hüquqi Aha, olaraq. bəli. Yəni İntizam Komitəsinin həmin dövrdə sonuncu səhv eləmirəmsə 2016-cı il olmalıdır İntizam Komitəsinin əsasnaməsi. İntizam Komitəsinin əsasnaməsində konkret olaraq göstərilir ki, İntizam Komitəsinin işdə baxdığı iş üzrə qərarı olmalıdır. Aha. Qərarı da necə olmalıdır? Məzmunu konkret olaraq reqlamentdə yazılıb. Yəni budur, əlavə şərhə ehtiyac yoxdur. 2 vur 2 4-dür budur. Bəli, qərar forması var. Bəli. Qərarda imza möhrü olmalıdır, ən vacib. Prosesdə Bəli. kimlər iştirak edib? O olmalıdır və işin qısa xülasəsi olmalıdır. Hadisə necə olub? Bəli. Hadisənin qısa təsviri olmalıdır. Adicə bax bu gün sizi yolda gedirsiniz. Yol polisi saxlayır. Deyir ki, remen taxmamısınız və Və yaxud kəmər da taxmamısınız. yaxud da qırmızı işıqda. Bu sizin barənizdə bir protokol tərtib edir. Mahiyyət etibarilə. Bu protokolda və yaxud da inzibati tənbih vermə haqqında qərarda konkret göstərir ki, siz hansı küçədə, hansı nə vaxtda və saat neçədə pozuntunu eləmisiniz. Yeri, məkanı, Yeri, məkan dəqiq göstərir. saatı və harda. Amma biz 2019-cu il tarixli o qərar hansı ki AFFA İntizam Komitəsi deyir ki, bu qərardır. O qərarlar deyil. O sadəcə mediaya məlumatlandırmaq xarakterli bir məlumatdır. Bəli. Bildirişdir bir növ. Bildiriş bəli. Hə, məlumat xarakterli bir belə bir qısa bir şeydir. Burada nə göstərir? Göstərir ki, bu şəxslər danışılmış oyunlarda iştirak elədiklərinə görə. Amma bu adamlar işin detalları yoxdur, iş üzrə qərarda yoxdur. Harda getdi, kimdən danışdı? Necə danışdı? Kim oyunu satdı? Hansı oyunu satdı? Necə satdı? məlumat Hansı var. şəraitdə Bəli. satdı? Nə qədər pul aldı, satdı? Neynədir? Və bunun heç birisi yoxdur. Və eyni aydın. zamanda bizim ölkəmizdə danışılmış oyun, idman oyunları manipulyasiyası eyni zamanda cinayətdir. Bəli. Yəni bir adam AFFA tərəfindən ömrlük futboldan uzaqlaşdırılırsa, avtomatik olaraq deməli həmin adam barəsində cinayət işi açılmalıdır. Və cinayət nöqteyi nəzərindən də o cəzasını almalıdır. Bizdə isə təsvir olsun ki, bu şəxslərin heç birisinin dövlət tərəfindən AFFA ilə paralel hüquq mühafizə orqanlarında heç bir araşdırması olmur. Yəni, çünki bizim ümumiyyətlə dünyada bu danışılmış oyunların praktikası var. İşlərin aparılması qaydası var.
dünyada hər yerdə dövlət qərarı verir, sonra federasiyanla bağlı paralel qərarını verir. Bəli, Çünki bəli, bəli. dövlətin Hüquqi qiymət verməlidir bəli, ona. bəli, çünki hüquq mühafizə orqanlarının resursları bəli. çoxdur. AFFA'nın heç bir resursu yoxdur bir iş üzrə araşdırma aparmaq üçün. Aha. Şəxsin izahatını almaqdan başqa heç bir hüquqi prosedurası yoxdur. Və Aha, yəni bəli. və ona görə də bu iş əslində necə olmalıdır ümumiyyətlə? Yəni bundan istifadə edib danışılmış oyunlarla bağlı prosesi izah eləmək istəyirəm. AFFA təbii olaraq bu prosesi olan kimi hüquq mühafizə orqanına məlumat göndərməlidir. Hüquq mühafizə orqanı hansı ki faktiki olaraq son dövrlərdə bunu eləyirlər. Yəni son dövrlərdə bir neçə halda bunu eləyiblər. Göndərməlidir hüquq mühafizə orqanına. Hüquq mühafizə orqanı bu siqnal əsasında araşdırma aparmalıdır və o futbolçularla bağlı əgər sübuta yetirilirsə təqsirləri, cinayət işi başlamalıdır. Cinayət işi ilə bağlı iş göndərilməlidir məhkəməyə. Məhkəmə onlara əgər cəza versə ki, bəli, bu şəxs filan tarixdə bu əməli törədib, ondan sonra ona paralel olaraq AFFA-nı futboldan uzaqlaşdıra bilər. Və ondan sonra da UEFA-ya UEFA və digər orqanlara məlumat verilə bilər. verə bilər. Və çünki mahiyyət etibarilə ola bilər ki, adamlar gedib cinayət nöqteyi-nəzərindən bəraət ala bilərlər. Sübuta yetirilə bilməz. Hansı ki Mir Hüseyn Seyidovda bu baş verib. Bəli. Mir Hüseyn Seyidovu uzaqlaşdırmışdı AFFA Ümumi futboldan, amma sonra hüquq mühafizə orqanları konkret olaraq Baş Prokurorluq tərəfindən araşdırma apardı. Bakı şəhər prokurorluğu da qərar verdi ki, Mir Hüseyn Seyidovun əməlində cinayət tərkibi yoxdur və belə bir hadisə olmayıb. Amma onun ömürlük uzaqlaşdırması qaldı. Bəli. Yəni birinci hüquq mühafizə orqanları qərar verməlidir. Verməlidir, sonra AFFA uyğun qərarını təqdim etməlidir. Və bu periodda deyə bilərsiniz ki, bəs bu periodda bu adam oynayır. Bu period üçündə onu müvəqqəti uzaqlaşdırmaq lazım idi. Ömürlük yox. Sən deyirdin ki, bu dövrdə araşdırma başladığı andan bunu müvəqqəti xarakterli olaraq futboldan uzaqlaşdırmalıydın. Tutalım, bu istintaq bir 6 ay, 1 il nə qədər çəkəcəksə, o periodda uzaqlaşdırmalıydın və qərar, yekun qərar təsdiqini tapandan sonra, qanun qüvvəyə minəndən sonra sən artıq uzaqlaşdırmaq ömürlüyü verəcəydin və dövrdə olacaq. Eyni zamanda bunu kim eləyir? Doping necə olur? Amma da bunu eləyir də. Amma da bir şəxsin qanunda doping ümumiyyətlə nümunəsində çıxırsa, onu müvəqqəti qadağan olunan preparatdır. Bəli, müvəqqəti uzaqlaşdırır. Yekun qərarını o dəqiqə vermir. Bütün iş gedir, araşdırılır, qanun qüvvəyə minəndən sonra ona uyğun olaraq cəzasına uyğun olaraq tətbiq eləyir. Yəni burada birinci böyük problem danışılmış oyunlarla bağlı burdadır. Və buna paralel olaraq da o dövrdə qərar olmadığına görə, həmin dövrdəki qərar əsaslandırılmış bir qərar olmadığına görə, bu gün klub üçün də özünü müdafiə etmək o qədər çətindir ki, o 7 futbolçunu hardan tapacaq? O 7 futbolçu indi nə işlə məşğul olur? İnsan Komitəsinin qərarı verən şəxslər indi hardadır? Hardadır, bəli. Heç kəs bilmir. O dövrdə heç kəs indi bu dəqiqə və 2019-da o məktub yoxdur, hə? O qərar. Qərar yoxdur da. Zaten məlumatdır. Saytı birləşdirən bir məlumatdır. Qərar olmalıdır. Qərar olmalıdır. Qərar yoxdur. Qərar yoxdur. Və məsələn eyni məsələ Mir Hüseyn Seyidovun içində oldu. Bütün məhkəmə proseslərində hamı istədi, heç kəs o qərarı AFFA tərəfindən təqdim edə bilmədi. Bəli, aydın. Yəni çünki yoxdur. Bəli. Çünki yazılmır, verilmir, edilir. Yoxdur. Yazmayıblar da, o vaxt yadlarından çıxıb yazmayıblar. Faktiki olaraq yazmayıblar. Və buna görə də bu gün klubun pozisiyası kifayət qədər çətinləşir özünü müdafiə nöqteyi-nəzərdən. Əgər o vaxt çox əsaslandırılmış bir qərar yazsaydı, klub da təqdim eləyərdi ki, bilirsən bax, burada heç bir formada mənim iradəm olmayıb ha. Bu adamlar məndən xəbərsiz öz başına gedib oyunu satıblar. Bax, satdığı adam da bəllidir, filan kəsə satıb. Aldığı adam bəllidir. Buna uyğun olaraq da bu futbolçu cinayətdə cəza da veriblər. Bu cəzasını da çəkib də, ay hörmətli UEFA, mənim heç bir formada bu məsələdə təqsirim yoxdur. Ona görə də xahiş edirəm mənə cəza vermə. Amma bu gün klub bunu eləyə bilmir axı. Və UEFA-nın da yanaşması buna nə barədir ki, başa düşə bilmir ki, bir klubun 7 oyunçusu uzaqlaşdırsın. Necə yəni klubun xəbəri yoxdur bu prosesdən? Necə xəbər yoxdur? Və vacib sual. Həmin dövrdə o adamların 7 oyunçunun danışılmış oyunlarla bağlı, uzaqlaşdırılması ilə bağlı ilk olaraq AFFA-ya siqnalı kim verib? Klub özü mü verib müraciət? Klubda belə bir sübut varmı ki, biz 2019-cu ildə təqdim eləmişdik ki, AFFA bu bizim 7 oyunçumuzdan biz şübhələnir, xahiş edirəm onu cəzalandırın. Bununla bağlı sizin sözünüzə qüvvət. Belə bir şey də yoxdur. ProSport AZ saytının rəhbəri Səbuhi Musa həmin o dövrdə iyunun 2-si idi ya 3-ü açıqlama almışdı. O dövrün Turan Tovuz rəhbəri, hansı ki AFFA tərəfindən təyin edilmiş şəxsi Oqtay Abdullayevdən. Oqtay Abdullayev demişdi ki, bu analoji hadisələr olub 2017-18-də olub, səhv eləmirəmsə və 19-da və 2019-dakı qərarla bağlı deyirlər arxivdə də yoxdur, heç bir yerdə yoxdur. Yəni yoxdur da, yəni yoxdur. Bununla bağlı necə qərar? Yəni bu bir sıra sualları ortaya gətirir.
Yəni bir sıra, yəni idarə etmə baxımından müəyyən problemlər ortaya Ümumiyyətlə atır. İntisam Komitəsinin heç bir iş üzrə qərarı yoxdur. Bəli. Yəni bugünkü müasir dövrdə belə yoxdur. Mən yenə deyirəm, dəfələrlə bu danışılmış oyunlar məsələsindəki proseslərdə, yəni mən bunu bir söz olaraq deyirəmsə, yəni bunu boş və şey olaraq demirəm. Bəli, Yəni məhkəmə işlərimiz olub, müraciət eləmişik, təqdim edilməyib. Bəli, bəli. Yəni ən vacibinin üstünə təqdim edilməyib. Və mən buna görə deyirəm ki, yoxdur. Çünki yəni İntisam Komitəsi belə əsaslandırır ki, mən də hörmətli olaraq bildirim ki, o da reqlamentinizi dəyişin. Yəni reqlamentdə yazın ki, biz qərar verməyəcəyik. Bəli. Biz qərar yazmayacağıq. Ay hörmətli klublar, ay hörmətli oyunçular, bizə qərar istəməyin, biz yazmayacağıq onsuz da. Bizim Bəli, bunu bəli. yazmağa vaxtımız yoxdur. Bizim qərar dediyimiz bir-iki cümlə saytda məlumat yerləşdirəcəyik. Və o qədər bəsit məlumatlar ki, o saytdakı məlumatda belə deyim, futbolçunun atalarının adı belə qeyd olunmur. Bax o müsahibədə Elcan bəy, Oqtay Abdullayevin səsləndirdiyi fikirləri, yəni bir iki cümlə oxuyuram. AFFA 2017, 2018, 2019-cu illərdə şübhələndiyim oyunlarla bağlı yazılı müraciətlərim olub. Amma həmin ərizələri tapıb çıxarmırlar. Seymur Səlimliyə də demişəm ki, həmin məktubları üzə çıxarsınlar. Seymur Səlimli də AFFA Hal-hazırda lisenziyalaşdırmacı rəhbərdir, bəli. Deyir ki, arxivə yaz sənə verəcəklər. Deyəsən 2017 və 2018-ci ildə yazdığım ərizələr klub rəhbərliyinə verilib, 2019-cu ildəkindən başqa. Belə bir şey çıxır. Yəni deməli bilərəkdən verilmir həmin ərizə, yoxsa bu barədə nəsə demək mümkün bəli, deyil. bəli. Yəni inandırıcı deyil əslində bu variant. Məncə yəni bilərəkdən verməmək mən biz yəni no comment. nəsə biz şərh verə bilmərik burada. İndi burada məsələ nədir? Bax burada məsələ, kasa getdik. Kasa müraciət et. Kasa nə haqla müraciət olunur? Hüquqdur. Hüquq olaraq Amma ortada bir fakt Turan klubunu alqışlayıram. Özün apar. Çünki bir hüquqi bir mübarizədir. Sona qədər hüquqi imkanlarından istifadə elədilər. Bəli. Yəni bu olmalı idi şey olaraq. Və biz çox istəyirik. Sadəcə bu gün biz mən çox istəyirəm ki, klublarımız həqiqətən kasa getsinlər, UEFA-da dalaşsınlar, FIFA-da mübahisələr olsun ki, böyüsünlər. Haqların böyüsün, həm də böyüsünlər. Çox gözəl. Görsün. Yəni bu gün əslində sizin bax Türkiyənin 3-cü liqasının klubun hüquqşünası kasa ərizə yaza bilir. Niyə Tovuz Turanın hüquqşünası yaza bilmir? Ərizə kasa. Buna görə niyə İspanı sən çağırmalısan? Bu elementar bir proseduradır. Sən İspanı o halda çağırırsan ki, belə deyim də, şey olaraq deyirəm. Yəni ki, sən UEFA Konferans Liqasında iştirak eləməyə çatmısansa, sənin yalnız 11 nəfərin oynamaqla ora getməli deyilsən. Sənin hüquqşünasın da ora layiq olmalıdır, sənin jurnalistin də, media rəhbərin də ora layiq olmalıdır, marketinqin də ona layiq, hamı ona layiq olmalıdır. Bəli, bəli. Klub olaraq sən ona hazır olmalısan. Bugün çox, yəni yenə deyirəm, gedin siz mən çünki məhkəmə mübahisələrində Albaniya klubları ilə də üzə gəlmişəm, hətta bizim bəyənmədiyimiz. Mən hələ çox nadir bir кейslərdə sırf klublara münasibətdə görmüşəm ki, onlar kənardan hüquqşünas tuturlar. Və çox çətin bir mübahisələrdə bunu edirlər. Amma 99% mübahisələrdə öz hüquq, yəni işçiləri ilə şey eləyirlər. Qatılırlar. Hə, işçiləri ilə klubun öz hüquqşünası ilə qatılırlar. Məsəl üçün belə şey olmasın. Biz o vaxt Sumqayıt futbol klubunun təmsilində, biz hüquqşünas olaraq ora qatılmışıq. Hər hansı bir gedib xaricdən şey təqdim 10.000 avro verib hüquqşünas tutmur. Və məsələnin mahiyyəti odur ki, yəni sözümüzün ona görə tuta bilərsiniz, hüquqlarınızın müdafiəsini edə bilərsiniz. Amma klublarımıza elə bir infrastruktur qoymaq lazımdır ki, elə bir şeyimiz olmalıdır ki, yəni bu məsələləri klubların daxilində də edə biləcək şəxslər olmalıdır. Azərbaycanda kifayət qədər keyfiyyətli hüquqşünaslar var. Deməli, klublarımızın əksəriyyətində strukturlaşmada ciddi problem var. Əlbəttə ki, biz çox ciddi problemlər biz fokuslanırıq 11 nəfərə meydana. Meydana, köməkçi, məşqçi, stafı, nə bilim, fiziki hazırlıq üzrə mütəxəssis, nə bilim, tibbi, nə bilim, nə, amma işin hüquqi tərəfi. Yəni klubun hüquqşünası olmalıdır. Hüquqşünası olmalıdır. Eyni zamanda yaxşı menecer olmalıdır. UEFA-nın belə deyim də, UEFA-dan gələn sənədlərdən bir oxuyub dərk edən adamlar olmalıdır. Ki və ümumiyyətlə bir də baxmalıdır klub. Məsəl üçün də yəni bir
yarışda iştirak edəcəksiniz. Bunun reqlamentini açın, baxın ki, bu sizdən nə tələb eləyəcək. Əgər belə bir probleminiz də varsa, bunu əvvəlcədən həll eləyin də. Bəli, Bir bəli, əvvəlcədən baxın, deyin, bəli, bəli. düşünün ki, belə bir risk sizi gözləyə bilər. İndi bu gün belə deyim də Tovuzun başına gələn bir növ yəni demək olmaz ki, belə bir bədbəxt bir hadisə idi. Yəni futboldur, ola bilər. Yəni burada bir çox yəni dəhşətli böyüdüləcək və skandal olacaq bir şey yoxdur. Yəni belə deyim də bu gün və ən azından da klubun burada alibi odur ki, onların dövründə olmur. Yeni rəhbərliyin Bax, dövründə məni də olmuyor. burada düşündürən budur, Elcan bəy. Yəni, yeni rəhbərliyin dövründə olmayıb. Aydın məsələdir, 2019-cu ildə baş verən hadisədir. Yəni, o dövrdə indi Bəli. daha dərin getsə 2017-2018-ci illərdə də müəyyən şübhələr olub və s. Amma məsələ nədən ibarətdir ki, yəni bu açıqlanır, bu barədə kluba məlumat daxil olur və klub bunu niyə gizlin saxlayırsan? Niyə ictimaiyyəti Ümumiyyətlə, fərqli mən fikirlərə bu və məsələdə- bir sıra qurumlara qarşı aqressiv bir Bəli. belə deyək də motivasiya verirsən, aqressiv Buradakı- yönləndirirsən. Buradakı mənim qəbul etmədiyim və ümumiyyətlə mənim şəxsi düşüncəmə görə burada fokuslanılır da Affanın üzərinə deyirlər ki, Bəli, məlumat- ya zirə, nə hə, bilim, nəsə nə. belə, hə, başqa şeylər. Yəni burada indi Affa tərəfindən sırf bu məsələ ilə bağlı, indiki verilmiş qərarla bağlı, Affa ilə bağlı yaxın uzaqdan heç nə yoxdur. Əlbəttə yoxdur. Affalıq həqiqətən heç nə yoxdur. Yəni Əlbəttə. Azərbaycan Futbol Federasiyası bu məsələdə sadəcə koordinasiyanı həyata keçirən qurumdur. UEFA birbaşa qərarın kluba göndərir. TMS var, sistem var, legal portallar var. Ora göndərir qərarın. Və yəni orada heç sadəcə bəli, bütün yerli klublarla bağlı nə qərarlar verirsə UEFA-dan, FIFA-dan bir kopyası gəlir federasiyaya. Məlumat xarakterli gəlir ki, bax səndə belə bir məsələlər var. Məlumat olsun. Amma bu məsələlərdə birbaşa iştirakçı klubun özüdür. Yəni təmsil olunan şəxs klub özüdür. Və ona görə də bu gün AFFA-nın birinci şeylərdir və bu klub belə deyim də burada heç bir qəbahət bir şey yox idi. Yəni ilk gündən ümumiyyətlə bu onu göstərir ki, klubun açıqladığı bəyanatlar da çox bəsit bəyanatlar idi. Cümlə etibarilə, tekst etibarilə, bəlkə də ChatGPT desəydi daha keyfiyyətli bir şey hazırlayardı. Ciddən yəni. Çox qısa, bəsit, mövzunun məğzin tam çatdırmayan, açmayan, detalları söyləməyən. Çox yəni burada yenə deyirəm, problemi heç nə yoxdur. Bu hamının başına gəlib. Bütün klublar. Əlbəttə, bütün dünya klub- futbolunda. Dünya futbolunda bu normal bir haldır. Yenə deyirəm, sizdən asılı olan bir məsələ deyil, sizin dövrünüzə aid bir məsələ deyil. Sizi heç kəs bunda qınaya bilməzdi heç bir formada. Yəni siz yeni rəhbərlik nələr elədiyinizi hər kəs görür də və bilir də və Bəli, buna görə də ekrem bütün hər kəs Azərbaycan futbolunu sevən hər kəs öz təşəkkürünü bildirir. Sadəcə orada burada çıxıb ilk gündən UEFA-nın İntizam Komitəsinin qərarı verdiyi sizin məlumatsız oldu. İlk gündən çıxıb deyə bilərsiniz. Belə bir Belə hadisə bir var. qapı var, Hadisə- bəli. Əziz niyə- azarkeşlər, niyə əziz bunu Tovuz futbol ictimaiyyəti, xalq, Azərbaycan futbol ictimaiyyət, ictimaiyyəti, bəli. ilk növbədə mediada dolaşan söz-söhbət. Nə eşitməlidir? Və o da hə media birin düz yazdı, 5-in səhv yazdı, biri sifarişlə yazdı, biri sifarişsiz yazdı, biri öz ağlı ilə yazdı və o qədər belə dezinformasiyalar Fərqli yanaşmalar oldu. hə, fərqli dezinformasiyalar ortaya çıxdı falan filan. Hələ çox təşəkkür edirəm ki, UEFA öz qərarını saytda yerləşdirdi. Bəli, Biraz aydınlıq gəldi məsələlərə. Yoxsa hələ yenə də kimsə komplo teoriyaları oldu, bəli. ürəticilik belə oldu, belə oldu, belə oldu, belə oldu, belə oldu. Netdə hadisə. Dəqiqdir. Heç kəs istəməz. Qərar verilib, Kastan da qayıtdı və gördünüz, salam. Və Zirə də yaxın günlərdə İndi burada oynayacaq. məsələ var. Bir məsələ var ki, 10 il müddətinə söhbəti var. İndi gələn mövsüm bax bu sual işarəsidir. Bax bu suala Turan Tovuz rəhbərliyi cavab verməlidir. Bu qərar neçə il əhatə eləyir? Bu suala azarkeşlər haqq eləyir. Bu suala azarkeşlərə qardaş çıxın cavab verin də. Niyə gizlədirsiniz? Nədən qaçırsınız? Sizin rəhbərliyiniz dövründə Elcan bəy demişkən, yəni o dövrdə olmayıb. Bu 2019-da baş verib və bu günlərim indi gəldi həvəsli 32 il sonra da Avrokuboklarda Tovuz şəhəri təmsil olunacaqdı. Fərqli bir atmosfer var idi, amma təbii ki xəyallar puç oldu, ümidlər puç oldu, amma futboldur. Yəni olan bir Həyatda da, həyatda da hadisədir. hər Bəli, şey olub da, yəni olacağı çarə yoxdur artıq. Bəli. Amma indi azarkeşlərinə sual maraqlandırır. Bu qərar neçə mövsüm müddətinədir? Bir mövsümlük verir. Bir mövsümlük. 2026-2027 mövsüm. Aha. Amma məsələnin kontekstini də sənin düzgün başa Bəli, düşmək lazımdır. Gələn il çempion ola bilər komanda. Çempionlar Liqasına düşə bilər. Çempionlar Liqasında reqlamentdə bütün belə bir şey ola bilər. Və heç kəs bilmir ki, ümumiyyətlə
Komanda neçənci ildə təhvil alınıb? Və yenə deyirəm, heç kəs bilmir ki, 2016-cı ildə nəsə çıxmayacaq, 2016-cı ildə bir şey çıxmayacaq. Yəni bunu indidən heç kəs deyə bilməz. Kim nə bilir ki, bəlkə səhər belə bir araşdırma aparıldı. Türkiyə futbolunda olan bir bum gəldi Azərbaycana. Hüquq mühafizə orqanları girdi klubları yoxlamağa. Bəli, bəli. Biz danışılmış oyunla bağlı mübarizə aparırıq. Türkiyədə necə eləyirlər bu gün? Bəli, bəli, bəli. Prokurorluq, bütün savcılıq, bəli. savcılar bütün şeyli və hətta açıqlama verib dünya çempionatını gözləyib bitsin. Bəli, ondan sonra aləm dəyəcək aləm dəyəcək bir-birinə. Və kim qarantiya durur ki, gələn bir aydan sonra Azərbaycan hüquq mühafizə orqanları klublardakı danışılmış oyunlarla bağlı hansısa bir araşdırma aparmayacaq. Kim nə bilir ki, nələrsə olacaq, olmayacaq. Yəni bugün bunu heç nə demək olmaz. Bu nə vaxt olacaq? Gələn yenə bəsqə qazanacaq. Yenə bəsqə qazanacaq. Yenə UEFA bir bunları kontrol eləyəcək hər il. Təmiz çıxsalar yolları açıq olsun. Sual işarəsidir yəni. Bu demək olmaz da. Yəni bu gün əminliklə heç bir klub haqqında deyə bilməz. Bəli, bəli, bəli. Heç kəs bunu deyə bilməz. Heç bir klub haqqında bu əminliklə deyə bilməz. Heç kəs bunu deyə bilməz. Çünki bu hər il yenilənir, hər il bilmək olmaz. Son 10 ilə nəzər yetirilir, görə bilər təzədən. Hə, nəsə ola bilər, nəsə 2018-də ola yenə bilməz. başqa bir. Bəli. Amma bizim düşüncəm odur ki, ümumiyyətlə AFFA bir futbolçunu cəzalandırırsa, bir klubda bir futbolçunu cəzalandırırsa, mütləq kluba da cəza verməlidir. Mütləq kluba da cəza verməlidir. Bu maddi ola bilər, bu proporsional ola bilər. Yəni ümumiyyətlə UEFA-nın praktikası bundan ibarətdir ki, bir UEFA-nın FIFA-nın qaydasıdır daha doğrusu praktikasından da paralel. Bir rəsmi şəxs, bir futbolçu, bir klubun əməkdaşı cəzalandırırsa, paralel olaraq da kluba da cəza verməlidir. Amma bizdə olmadı. Bizdə məsələn biz o qərarda 2009-cu qərarda Tovuz Turan Futbol Klubunun cəzalandırılmasını görmədik. Görmədik, bəli. Fərdlər üzərindən. Fərdlər üzərindən oldu. Sonra yəni də çox məsələn bəlkə də 3-4 halda eləyib hansı klublar cəzalandırıb. Amma bu çox azdır. Yəni həmişə belə olmalıdır. Həmişə bu belə Aydın olmalıdır. məsələdir. Elcan bəy çox detallı məsələyə toxundu və Futbol Ofisi TV vasitəsilə növbəti dəfə azarkeşlərə bu məsələ barəsində bəli, buyur. Bir qısa da bu danışılmış oyunlarla bağlı bir məsələni də deyim. Aha. Danışılmış oyunların həmin dövrdə belə deyim, indi danışılmış oyunlarda o vaxt Seymur Səlimli idi bu prosesləri idarə edən şəxs, məsul şəxs. İndi Naib bəydir və mən hesab edirəm ki, indi daha yaxşıdır mübarizə. Ən azı daha düzgün sənəddir və biz də tövsiyə edirik ki, belə klublar da buna səy göstərməlidir ki, sənədlər düzgün olsun ki, belə UEFA-da, FIFA qarşısında mübahisələr və belə bir şey olanda adamların əlində sənəd olsun. Bəli, mütləq şəkildə, yəni özünü hüquqi cəhətdən müdafiə etmək üçün bir əsasları olsun. Bu barədə yəni çox sağ olun, dərin təşəkkürümü bildirirəm. Çox ətraflı məlumat verdiniz və ümid edirəm ki, belə düşünürəm də ki, yəni artıq Turan Tovuzlu azarkeşlər bu məsələnin hüquqi tərəfinə növbəti dəfə bələd oldular. İndi oradan-buradan eşidə bilərlər, amma sırf bu işin peşəkarından bu dəyərləndirmələri eşitdik, siz də dinlədiniz və məlumatınız oldu ən azından. Burada bir məsələ odur ki, Turan Tovuz bu məsələni UEFA-dan bu sənədlər, bu məktub, bu qərar bunlara gəldiyi vaxt bunu ictimaiyyətə açıqlamalıydılar. Daha gözləməməliydilər ki, hansısa mətbuatdan, sosial şəbəkələrdən azarkeşlər bu barədə məlumat əldə eləsin. Yəni konkret olmalıydı. Yəni düzə düz. Gəldi, əziz futbol ictimaiyyəti, əziz Turan Tovuz azarkeşləri, klub rəhbərliyi tərəfindən bir açıqlama olmalıydı və yaxud da video müraciət də ola bilərdi. Bir mətbuat konfransı da keçirə bilərdi. Belə o dövrdə olan məsələyə görə UEFA son 10 ilə baxır, nəzər yetirdi və 2019-da bundan bağlı bir məsələni gündəmə aldı və nəticə etibarilə bizi bir mövsümlük Avrokuboklardan uzaqlaşdırdı. Bununla bağlı da kasa müraciət eləyəcəyik. Qazansaq nə mutlu bizə, olmasa da xəbəriniz olsun. Vəssalam, şüd tamam. Yəni burada yəni bu məsələni saqqız kimi uzatmağın mənası yoxdur. Bu yəni net şəkildə bunu açıqlamaq lazım idi. Elə hüquqi prosedurlarla bağlı xüsusən futbolda müzakirə düşmüşkən bu Yusif İmanovun məsələsi nə yerdə qaldı? Sabah klubu ilə bilirəm ki, kasta bir mübarizə gedir. Qərar nədir? Prosedur necə gedir hal-hazırda? Bildiyiniz kimi, bu da ictimaiyyətə açıq bir məlumatdır, ona görə açıqlayırıq.
Yusmanov Sabah futbol klubunu belə deyim, Afan oyunçular transfer komitəsinə müraciət etmişdi iddia ilə. Klub da oyunçuya qarşılıqlı iddiası var idi və yekun olaraq Afanın oyunçular transfer komitəsi oyunçunun xeyrinə qərar verdi. Məbləği tam olaraq qeyd etmək istəmirəm və bir məbləğ kompensasiya təyin elədi. Apellyasiya arbitraj tribunalı da bu kompensasiyanı qüvvədə saxladı. Bu qərarı qüvvədə saxladı və klubun da hüququ var idi ki, bu qərardan 21 gün müddətində İdman Apellyasiya Məhkəməsinə müraciət eləsin. Hə. Və klub müraciət elədi. İdman Apellyasiya Məhkəməsinə müraciət elədi. Və yenə deyirəm, biz çox sevinirik. Mən tərəf olaraq və səhv eləmirəmsə bu Azərbaycanlılar arasında Kastelon ikinci işdir. Yəni mübahisənin hər iki tərəfi Azərbaycanlı. Birincisində də iştirak etmək Tural Bayram. Yox, Tural Bayram deyildi. Enur Çodarovla Sumqayıt Futbol Klubu arasındaydı. Orada birbaşa tərəflər ikisi də Azərbaycanlı idi. Bu isə hər ikisi bir oyunçu, bir klub arasında olan məncə ilk mübahisədir. O birisi məşqçi idi. Bu isə birbaşa oyunçu klub arası və ikisi də yerli olan. Mən bildiyim səhv eləmirəmsə, bəlkə də kimsə olubsa düzəldə bilər. Yəni mən çünki başqa bir qərar görməmişəm praktik İdman Apellyasiya Məhkəməsinə gedən. Və biz çox sevinirik. Çünki biz nəyə görə sevinirik? Biz öyrənirik. Biz nə qədər kas təcrübəmiz çox olsa, həm klubu öyrənir, həm biz öyrənirik. Bəli, bəli. Ona görə də biz sevinirik kimsə bizi kasa verəndə, şikayət eləyəndə də, belə deyim də. Kimsə düşünə bilər ki, biz qorxuruq, biz çəkinirik. Biz sevinirik. Çünki biz öyrənirik ən azından. Və biz kasın ədalətinə inanırıq, hüququna inanırıq, işə baxma tərzinə inanırıq. Yenə deyirəm, nə qərar çıxa bilər? Bununla bağlı heç bir formada şərh verə bilmərəm. Yəni Yusmanov orada mübahisə uduza da bilər. Buna heç kəs belə deyim də əvvəlcədən nəsə deyə bilməz. Sadəcə indiki mərhələ nə yerdə qalıb? Belə deyim, İdman Apellyasiya Məhkəməsi KAS işə baxmaq üçün bir cost istəyir, advance cost istəyir, yəni hansı ki avans ödəniş istəyir ki, bu məbləğ ödənilsin sonra. Nə qədərdir? 23.000 İsveçrə frankıdır. Bu da hardasa 50.000 manata yaxın bir vəsait istəyir ki, mən sadəcə bu кейsə baxa bilərəm. İddialı tərəf klubdur. Bu iş üzrə bu öhdəlik Sabah Futbol Klubunun üzərinə qoyulub. Əgər Sabah Futbol Klubu o məbləği ödəsə, bu mübahisənin baxılması davam etdiriləcək. Ödəniş olmasa isə bu mübahisə baxılmamış saxlanılacaq. İndiki mərhələdə budur. İşin hüquqi detallarına çox toxunmaq istəmirik. Belə deyim, o çünki düzgün də olmaz hələ ki o məlumatlar. Bu indi açıqladığımız məlumatlar zaten açıq məlumatlardır. Ona görə bu məlumatları biz açıqlaya bilirik. Çünki çox mediada da yazılır, başqa informasiya. Ona görə biz birbaşa oyunçunun vəkili olaraq mən açıqlayıram ki, əlavə suallara yer olmasın, olsun və belə deyirəm, əgər məbləğ də ödənilsə, işə baxılsa, yenə də nə qərar olacaq, belə deyim də biz ona o qərara hörmətlə yanaşacağıq. Və buradan da Sabah Futbol Klubuna Çempionlar Liqasının çoxlu uğurlar arzulayıram. Bəli, biz də bütün klublarımıza, xüsusilə Sabah Futbol Klubuna xüsusilə və biz də təbii ki, Avrokuboklarda mübarizə aparan bütün kollektivlərimizə uğurlar diləyirik və ən azından qarşıdakı 1-2 tur keçirilməsini arzulayırıq və hətta mən deyərdim ki, tələb də eləyirik. Yəni bunu deyək, çünki bugünkü mövzu səhətə və rəqiblərin də kimliyinə baxdıqda biz keçə bilərik. Təbii ki, indi növbəti əsas liqa mərhələsinə isə aydın məsələdir ki, hansı klublar bu məsələdə daha öncüldülər bu günləri. Məsələn, biz sabahı ən azından bir konferans liqasının liqa mərhələsi və yaxud yəni gözləyirik və yaxud ən azından Çempionlar Liqasında da nəsə eləməyini gözləyirik. Qarabağ aydın məsələdir. Uğurlar arzu edirik və dərin təşəkkürümü bildirirəm sizə də. Bu məsələ hüquqi məsələ idi və bu hüquqi məsələni də əziz tamaşaçılar, əziz dostlar, işin peşəkarından soruşmaq lazım idi və biz də birbaşa Elcan Həsənliyə müraciət etdik. Tanınmış idman hüquqşünası bu məsələyə aydınlıq gətirdi. Tovuzlu azarkeşlər də ümid edirəm ki, bu açıqlamalardan sonra bir sıra suallara cavab tapmış oldular. Klub rəhbərliyi də öz payını götürdü bu cavablardan. Futbol ictimaiyyəti də öz payını götürdü. Odur ki, nə etmiyorlar? Turan Tovuzu, təbii ki, Tovuzlu azarkeşlər çox arzulayırdı. Yəni, qismət. Bəli, həyat davam edir. Qismət və kimlərinsə məsuliyyətsizliyi. Həyat davam eləyir. Bəli. Həyat heç nə son deyil. İnşallah ki, növbəti mövsümlərdə vəsqə yenə qazanacaqlar və çox uğurlu mövsümlər keçirəcəklər və uğurlar arzulayırıq.
Çox sağ olun. Dərin təşəkkürümü bildirirəm sizə Elcan bəy. Vaxt ayırdınız, gəldiniz və mütəmadi mən də sizi efirlərə dəvət etmək istəyirəm qarşıdakı verilişlərdə. Çünki görünən odur ki, bu qarşıdakı periodda hüquqi məsələlər daha çox olacaq və sizdə də yəni çox önəmli hüquqi işlər, yəni belə deyək də bu məhkəmə işləri falan olur. Bilirəm siz digər sahələrdə də vəkillər kollegiyasının üzvüsünüz. Azərbaycanın həm də önəmli tanınmış idman hüquqşünası deyil, eyni zamanda tanınmış vəkillərindən birisiniz. Odur ki, sizə də uğurlar diləyirik. Əziz dostlar, əziz Futbol Ofisi TV izləyiciləri, həftəlik protokol verilişinin növbəti buraxılışını təqdim etdik. Bugün müzakirə predmeti Turan Tovuz idi. Futbol və hüquq. Bu məsələyə biraz geniş prizmadan yanaşmağa çalışdıq. Odur ki, yeni buraxılışlarda, videolarda görüşmək ümidi ilə deyirəm və sonda yenə də kanalımıza abunə olmağı və izlədiyiniz videoları bəyənməyi və paylaşmağı sizdən xahiş edirik ki, daha geniş auditoriyaya gedib çata bilsin. Son, yəni yenicə başlamağımıza baxmayaraq aktivliyi çox yaxşıdır. Bu bizi sevindirir və daha da yüksəlməsini arzu edirik. Hələlik deyirəm, sağ olun.